İyulun 1-dən etibarən Azərbaycanda qadınların pensiya yaşı 64 il 6 ay olacaq. Today Press TV xəbər verir ki, 1 iyul 2025, 30 iyun 2026-cı il tarixində pensiya yaşı kişilər üzrə 65 il, qadınlar üzrə 64 il 6 ay olacaq. Əmək pensiyaları haqqında qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ var. Kişilərin yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2021-ci ilin iyulun 1-nədək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-nədək hər il 6 ay artırılması nəzərdə tutulub. Beləliklə 2021-ci il iyulun 1-dən kişilərin pensiya yaşı 65 il olub. 2027-ci il iyulun 1-nədək qadınların da pensiya yaşı 65 il olacaq. Türkan İskəndərli, Today Press TV.